İstanbulun Ukrayna danışıqlarına ev sahibliyi etməsi Rusiyanın strateji aviasiyasının bir qismindən məhrum olduğu dövrə təsadüf etdi. Daha dəqiq desək, qanadlı raket daşıyan bombardımançı təyyarələrinin 34%-ni itirdiyi hadisədən bir neçə saat sonraya. Şərqi Avropada 3 ildən çoxdur ki, davam edən gərginliyi susturmaq üçün müharibə tərəflərini bir masa arxasına toplamağa çalışan Türkiyə üçünsə vəziyyətin kritikləşməsi ürəkaçan hesab edilmir. Çünki sonuncu dəfə 3 ildən sonra bir ilkə imza ataraq Ukrayna və Rusiya nümayəndə heyətlərini İstanbula toplamağı bacaran və müəyyən mənada uğurlu nəticələrə nail olan Türkiyə bu dəfə çətin sınaq qarşısındadır. Çünki cəbhədə Ukraynanın psixoloji olaraq Rusiya üzərində üstünlüyünü nümayiş etdirməsi vəziyyətin daha da qəlizləşəcəyinin anonsu kimi səslənir. Türkiyə yenidən tərəflərin arasında balanslı siyasət yürütməyə çalışacaq, ancaq eyni zamanda Ukraynanın son həyata keçirdiyi əməliyyatdakı üstünlüyü də xüsusi nəzərə alınacaq. Rusiya tərəfi çox böyük ehtimalla danışıqlardan əvvəl və danışıqlar prosesində, yəni danışıqların getdiyi gün Ukraynanı bombalamaqla məşğul olacaq. Yenidən Rusiya çox böyük ehtimalla ballistik raketlərlə öz zərbələrinə davam etdirəcək. Bu da üstünlüyü rəsmi Moskva tərəfindən yenidən ələ alınmasına hesablanan bir addım olacaq. Ukrayna tərəfi çalışıb bu məsələlərdə Rusiyaya ciddi şəkildə müqavimət göstərməlidir ki, hal-hazırda əldə etdiyi psixoloji üstünlüyü İstanbul danışıqlarında əlində saxlaya bilsin. Ukraynanın Hörümçək toru əməliyyatı və İstanbul danışıqlarından sonra Rusiyanın rəsmi Kiyevdən qisası ağır ola bilər. Bu mənada ekspertlər Ukraynanın hər cür həmləyə hazır olmalı olduğunu dilə gətirir. Belə qəliz şəraitdə Türkiyənin üzərinə böyük məsuliyyət düşsə də rəsmi Ankaranın effektiv gedişlər edə biləcəyinə inam zəifdir. Ukrayna hakimiyyətinin yanlış yanaşmalarının nəticəsində Türkiyənin təşəbbüsü ilə əldə olunmuş və irəliyə aparıla biləcək nəticələr sıfırlanmış oldu. Yenidən bir cəhd edilir, xüsusilə də Trump administrasiyasının Türkiyəyə verdiyi dəstək üzərindən. Amma 2022-ci il mart-aprel ayları ilə müqayisədə indiki vəziyyətdə 3 il yarım müharibə davam etdikdən sonra Türkiyənin proseslərə təsir etmək, həm Rusiya, həm Ukrayna ilə prosesləri irəliyə aparmaq imkanları daha məhduddur. Bunu da təəssüflə qeyd etməliyik. Rusiyanın yaratdığı reallıqların özünü əks etdirmədiyi bir mövqeyini sərgiləyən tərəfin proseslərə təsir edə biləcək gücü nə qədər hesablana bilər? Mən hesab edirəm ki, kifayət qədər sual altındadır. Odur ki, qənaətbəxş hesab olunan ilk raunddan fərqli olaraq Hörümçək toru əməliyyatı fonunda İstanbul danışıqlarının ikinci mərhələsindən gözləntiləri yüksək deyil. Zeynəb Mirzəyeva, Real.